Coğrafiya inteqrasiya sualımızda deyir ki, şagirdlərə qədim yaşayış məskənlərinin yerləşdiyi ərazinin xəritəsi təqdim olunur. Onlardan bu məskənlərin çay vadiləri, düzənliklər və yaxud da dağ-ətəyi sahələrdə yerləşməsinin səbəbini araşdırılması, eyni zamanda deməli, coğrafi şəraitin həmin ərazilərdə erkən sivilizasiyanın formalaşmasına necə təsir göstərdiyini izah etmələri tələb olunur. Bu situasiyada deyir ki, müəllim həmin tapşırığı verərkən hansı inteqrasiyanı şagirdlərdə reallaşdırmış olur. Baxırıq, burada iki əsas nüans, iki əsas məqamı biz görürük. Tapşırıqda şagirdlərdən iki məqamın əlaqələndirilməsi tələb olunur. Birincisi coğrafi şərait, ikincisi erkən sivilizasiya. Coğrafi şəraitdə çay vadiləri, düzənliklər, dağ-ətəyi sahələrin xüsusiyyətlərinin araşdırılması şagirdlərdən tələb olunur. Eyni zamanda onlara xəritə təqdim olunursa, bu coğrafiya fənni ilə bağlıdır. Digər tərəfdən erkən sivilizasiya, yəni coğrafi mühitin qədim cəmiyyətlərin, eyni zamanda qədim dövlətlərin yaranmasına təsirini izah etmək. Yəni qədim erkən sivilizasiya ilə bağlı bu anlayış isə tarix fənni ilə inteqrasiya olunmaq deməkdir. Ona görə də bu iki fənnin bir-biri ilə əlaqələndirilməsi, bir-biri ilə inteqrasiya olunması fənlərarası inteqrasiyadır. Bizim doğru cavabımız B variantı.